Bugün bu toplantı kifayət qədər məsul bir toplantıdır. Biz özümüz dəqiq bilirik ki, 7 noyabrda Azərbaycan xalqının böyük bir hissəsi seçkiyə gəlmədi. Amma o 15%-ə qədər ki, seçici gəlmişdi. Həmin o 15%-ə qədər seçkidə iştirak etmiş namizədlərin favoriti olan, onların daha çoxunun səsini qazanan insanlar burada əyləşirlər. Və bu qədər xalq tərəfindən dəstəklənən insanın bu parlamentin legitimliyini qəbul etməməsi, hamılıqla bu parlamentin nəticələrinin ləğv olunması, yeni seçkilərin keçirilməsi uğrunda mübarizəyə başlamasının özü artıq bir nəticədir ki, demək indi formalaşan parlament xalqın həqiqi seçdikləri tərəfindən legitim olaraq qəbul edilmir. Azərbaycan xalqının seçimi olmayıb, bu parlament təyinatla olub. İndiyə qədər də Əliyevlərin keçirdiyi seçkilərin hamısı saxta olub. Amma açıq deyək ki, heç zaman indiki qədər birmənalı şəkildə müxalifətin tam və birmənalı təmsilçiliyinin qarşısı alınmayıb Azərbaycan parlamentində. Birinci dəfə artıq Azərbaycan hökuməti əsl niyyətini Azərbaycan cəmiyyətinə və dünya birliyinə bəyan edib. O əsl niyyət bundan ibarətdir ki, Azərbaycan hökuməti real çoxpartiyalılıq istəmir. Real müxalifətin ölkədə olmağını istəmir. Onların nəzərincə öz hakimiyyətdə olan, korrupsiya ilə məşğul olan komandası ölkəni faktiki həm iqtisadiyyatını, həm siyasətini monopoliya üzrə idarə etməlidir və onların təyin etdiyi rolla hesablaşan insanlar da müxalifət rolunu yerinə yetirməlidir. Həqiqi müxalifətə indiki hökumətin təsəvvürlərində yer yoxdur. Və bu parlament seçkilərinin nəticəsi bu reallığı ortaya qoydu ki, Azərbaycan hökumətinin imkanı olsa, bu ölkədə özlərinin iddia etdikləri kimi həqiqətən də real müxalifəti məhv etməyə çalışarlar və nail olmaq istəyərlər. Bu Azərbaycan cəmiyyətinə qarşı və bütün dünya birliyinə qarşı açıq meydan oxumaq deməkdir. Bu Azərbaycan xalqının rəyi ilə hesablaşmamaq deməkdir. Və görünür ona görə də Azərbaycan xalqının içindən seçib çıxardığı, namizəd etdikləri, səs verdikləri insanlar hamılıqla bu dəfə eyni mövqedən çıxış edə bilirlər. Demək olar ki, birinci dəfədir ki, Azərbaycanda seçki saxtakarlığından sonra bu qədər geniş spektrdə olan insanlar bir araya gəlməyi, birlikdə mübarizə aparmağı əsas çıxış yolu kimi görürlər. Bunun özü böyük bir inkişafdır. Hesab edirəm ki, biz hamımız məhz bu istiqamətdə səylərimizi davam elətdirməliyik. Əslində, bu saxta seçkilərlə bir mənalı şəkildə təkpartiyalı sistemə istinad eləməklə Azərbaycan hökuməti həm xalqdan qopdu, həm dünyaya qarşı getdi. Və əslində özünün ən zəif məqamını yaşayır. Bugün onlar elə bilirlər ki, çox böyük qələbə əldə ediblər. Saxtalaşdırıblar seçkilərin nəticələrini. Amma faktiki bunu hər kəs başa düşür ki, xalqdan bir mənalı şəkildə qopmuş və bütün sivil dünyanı qarşısına almış bu hökumət əslində sonunun başlanğıcını yaşayır. Bu qələbə onların pir qələbəsidir və bu qələbə onları sona yaxınlaşdırır. Ona görə də hesab edirəm ki, bu məqamda biz Azərbaycan cəmiyyətinin bütün tərəqqipərvər, dəyişikliyi istəyən insanlarını bir araya gətirməyin mexanizmlərini, formalarını arayıb tapmalıyıq. İndi bugünkü müzakirələrimizdə də belə fikir mübadilələri olacaq. Biz tələsmədən bu müzakirələrimizi aparmalıyıq, ən yaxşı mexanizmləri yaratmalıyıq. İndi hər şeyə hamıya aydındır ki, artıq hər hansı sair üsullarla, artıq hansısa qrupların, hansısa şəxslərin bütövlükdə ölkədə demokratiya olmayacağı təqdirdə maraqlarını reallaşdırması qeyri-mümkündür. Biz bunu uzun zaman sadə xalqımızın nümayəndələrinə deyirdik ki, ölkədə demokratiya, qanunun aliliyi yoxdursa bir gün sənə də növbə çalacaq. İndi bu bütövlükdə siyasi elitaya aiddir. Ölkədə demokratiya, azad seçim yoxdursa, heç kim nə özünün şəxsi, nə təmsil etdiyi qrupun maraqlarını sair üsullarla təmin edə bilməz. Bax, bugünkü seçkilərlə bizə verilən, Azərbaycan cəmiyyətinə verilən mesaj bundan ibarətdir. Deməli, hamının istiqamətlənəcəyi bir çıxış yolu var, azad seçkilər uğrunda mübarizə. Ona görə də bu çox yaxşı haldır ki, seçkilər hələ başa çatan kimi Azərbaycan cəmiyyətində artıq bu seçkilərin
nəticələrinin legitim olmaması, yeni seçkilərin zərurluğu barədə fikir mübadiləsi başlanılıb və yeni azad ədalətli seçkilər uğrunda mübarizə bundan sonranın əsas şüarı olmalıdır. Müxtəlif formalar axtarıb tapılmalıdır, amma biz bilirik ki, bizə böyük seçki islahatı lazımdır. Seçki islahatı olmalıdır, seçki qanunu dəyişməlidir və biz hamılıqla müxtəlif dünya görüşlərini təmsil eləsək də, aramızda olan keçmişdə münasibətlərin necə olmağından asılı olmayaraq bir məsələdə tam birləşə bilərik. Bu da azad seçkidir. Azad seçki bizim hamımıza lazımdır. Biz hamımız azad, halal seçki istəyirik və bundan sonraki fəaliyyətimizin ana xətti də nəhayət bu ölkədə azad seçkilərin keçirilməsinə nail olmaqdır və biz düşünürük ki, biz qarşılıqlı kompromislərlə, konsensusla böyük bir hərəkat yarada bilərik ki, bu hərəkat bütövlükdə Azərbaycanı azad seçkilərə apara bilər.